Salam əziz abituriyentlər və şagirdlər. Bugün sizlə yeni bir mövzuya keçid alacağıq. Əlavə ilə həmcins üzvləri izah edəcəm. Elə isə başlayaq və sizlər də qeyd götürməyi unutmayın. Aha. Əlavə nəyə deyilir? Əlavə ümumiyyətlə uşaqlar sintaksin, yəni sintaksis adlı bölmənin mövzusudur. Yəni burada öyrənilir. Morfologiyada biz necə nitq hissələrini öyrəndik. Sintaksisdə də biz söz birləşməsi, cümlə üzvləri və onların əlavəsini öyrənirik. Və bundan da artıq şeylər var, amma indi hələ ki əlavədə dayanıram. Əlavə nədir? Cümlədə özündən əvvəlki üzvün mənasını izah edən, konkretləşdirən sözə və ya söz birləşməsinə əlavə deyilir. Bax, bu qeydi mütləq özünüzdə yadda saxlayın. Yadda saxlayın ya bir yerə qeyd edin ki, sizin üçün net olaraq qalsın da, nümunələri də rahat tapa biləsiniz. İndi baxaq. Məsələn, deyirəm ki, Tahiri dayım oğlunu, baxaq, çağırdı. Qısa bir cümlə deyirəm, əlavəni tapmaqdır burada məqsəd. Uşaqlar, ümumiyyətlə, istənilən cümlə olsun, əlavəni tap deyir, ya ola bilər deyər həmcins sözü tap, ümumiləşdirici sözü tap. Ən birinci cümləni sintaktik təhlil eləyin. Və təhlildə də nədən başlayırıq? Xəbərdən. Çağırdı nə etdi? Kimi çağırdı? Dayım oğlunu. Kimi sualına cavab verir. Tahiri sözü də eyni ilə kimi sualına cavab verir. İndi baxın, Tahiri də kimi sualına cavab verir deyə, burada bu da olur tamamlıq. İndi baxın, burada dayımgili hissəsi, üzr istəyirəm, dayım oğlunu hissəsi, bax bu əlavədir. Əlavəni uşaqlar, bax, primitiv şəkildə belə yadda saxlayın. Birinci əsas olan gəlir, sonra onun əlavəsi gəlir. Əlavə əsas olandan qabaq gələ bilər, heç vaxt. Yəni birinci, məsələn, belə deyək də, tutaq ki, siz işləyirsiniz, həftə içi deyək ki, məsələn, 3 gün işləyirsiniz, misal üçün. 3 gün işləyirsiniz və o 3 günün maaşını alırsınız. Bir də sizə deyirlər ki, məsələn, gəl bu müəllimin yerinə də işlə. Bu müəllim gəlmir, misal üçün, ya da kiminsə yerinə. Sonra onun da maaşını alırsınız. O artıq nədir? Əlavədir. O sizin işinizə aid deyil. O sizə artıq əlavədir. Sonradan gələn, sonradan qazandığınızdır. Bax, cümlədə də uşaqlar bu şəkildədir. Əlavə sonradan gələndir, sonradan qazanılandır. Amma yəni özündən qabaqçını izah etməkdir əlavənin funksiyası, əlavənin ümumiyyətlə varlığının səbəbi. Burada məsələ budur yəni. Və də anlayaq ki, əlavə demək olar bütün cümlə üzvlərinə aid ola bilər. Yəni mübtədanın da əlavəsi olur, xəbərin də, tamamlığın da, təyinin də, zərfliyin də. Burada indi dayım oğlunun hissəsi əlavə oldu. Çünki Tahiri sözünü izah elədi. Tahiri elə bir açıqladım da. Dünyada o qədər Tahir var ki, mən konkret açıqladım ki, dayım oğlunu yəni. Ondan söhbət gedir. Aha, məsələn, dedik ki, digər cümlə üzvlərində əlavəsi olur və bu əlavə həmin bu cümlə üzvlərindən nə ilə ayrılır? Bir tire ilə ayrılır. Bu ortada gələn bu tiredir. Bir də ola bilər ki, məsələn, yəni bağlayıcısından istifadə olunsun. Ola bilər vergüldən də istifadə olunsun. Bax, bu şeylərlə ayrıla bilir. İndi bunlara aid nümunə deyəcəm. Deməli, bilək ki, mübtədanın, xəbərin, təyinin, tamamlığın, zərfliyin, bir də xitabın əlavəsi olur. Bunu yadımızda saxlayaq. Gəlin, indi bir-bir nümunələrə baxaq. İndi baxaq bu cümlələrə. Bax, fikir verin. Aşağı çayın kənarı təmiz idi. Əvvəla təhlil edirəm. Təmiz idi. Bir yerdə idi, imiş hissəcikləri özündən qabaq gələn sözlə bir yerdə cümlənin bir üzvü olur. Bunu yadımızda saxlayaq. Aha. Təmiz idi. Hara? Çayın kənarı. Bunu bütöv mübtəda götürürəm. Niyə mübtəda götürürəm? Çünki çayın kənarı 3-cü nöqtəyinin söz birləşməsidir. Parçalamıram. Və burada eyni ilə aşağı sözü də hara sualına cavab verir. Uşaqlar, yadınızda saxlayın. Hara sualı mübtədanın sualıdır. Yəni, hara zərflikdə də var, mübtədada da var. Amma zərfliklə mübtədanı belə fərqləndiririk ki,
Hara ilə bərabər haraya sualını verə biliriksə, bu zərflikdir. Yox, verə bilmiriksə, bu mübtədadır. Bax, aşağı təmiz idi, hara təmiz idi deyirsən də, mübtədadır. Haraya təmiz idi demirsən axı, deyə bilmirsən. Yəni zərflik deyil. Zərflik olanda haraya da verə bilirsən. Yəni burada nəyə fikir verir? Deməli uşaqlar, bax, aşağı mübtəda oldu. İndi burada deyəcəyik mübtədanın əlavəsidir. Əlavə də burada çayın kənarı hissəsidir. Bax, bu əlavədir. Çünki aşağı sözünü izah edirəm. Aşağı deyəndə mən haranı nəzərdə tuturam, bilinmir axı. Çayın kənarı bunu açıqlayır. Və xatırlayaq ki, əlavənin də izahı nə idi? Əlavənin qaydası. Özündən qabaq gələn üzvün mənasını konkretləşdirən, dəqiqləşdirən sözə və ya söz birləşməsinə deyilir. Yəni, bu oldu əlavəmiz. Və uşaqlar, əlavə ilə bağlı önəmli bir məqamda deyim. Əlavə aid olduğu sözlə, aid olduğu üzvlə eyni şəkilçiləri daşıyır. İndi nəyə fikir verin burada? Burada indi deyəsiniz ki, hanı müəllimi eyni şəkilçi deyil, axı burada yiyəlik haldır, burada mənsubiyyətdir, burada yoxdur. Xeyr, onu nəzərdə tutmuram. Yəni, əgər hallanırsa, əlavənin aid olduğu üzv, əlavədəki söz, o bir söz var ha, o da hallanacaq. Məsələn, əgər mənsubiyyət qəbul edirsə, önəmli bir şəkildə, tək sözdürsə, o da mənsubiyyət qəbul edəcək. Burada indi çayın kənarı, kənar çaya aiddir. Aydındır? Burada indi çayın kənarı birləşmə olduğu üçün özündə bu mənsubiyyət var. Aşağı sözü əgər, məsələn, hallansaydı, bu da hallanardı. Məsələn, aşağıya desəydim, burada çayın kənarına deyərdim avtomatik. Aydındır? Və əlavəni tapmağın rahat yolu nədir? Sizə bunu izah edeyim, diqqətlə qulaq asın. Fikriniz burada olsun. Uşaqlar, bax, əlavə dedi ki, çayın kənarıdır, düz deyil. Əlavə olan hissəni çıxın. Ki, görək əlavə nəyə aiddir? Çıxdıq. Elə bir yox elədik də, bunu yox elədik. Getdi bu. Nə qaldı? Aşağı təmiz idi. Aşağı mübtəda oldu mu? Təmiz idi qaldı, təmiz idi xəbər. Bu çayın kənarı aşağını izah eləyirdi də, düz deyil. Deməli, nəyin əlavəsi imiş? Mübtədanın əlavəsi imiş. Bu qədər sadə. Aha. İndi baxaq ikinci cümləyə. Deməli, aha. Deyil, aha. Deyir ki, ayın 16-sında səhər, yəni dan yeri ağaranda hadisə baş verdi. Ümumiyyətlə, qeyd etdik axı, əlavə aid olduğu üzvlə bir tirə ilə ayrıla bilər. Bir də yəni bağlayıcısı ilə ayrıla bilər. Yəni, vergüldən istifadə olunur təbii ki. Yəni, ayrıla bilər bu iki formalarda. Bir də vergül ola bilər. Sadəcə vergül. Heç yəni bağlayıcısı olmaz, tirə olmaz. Sadəcə vergül olar. İndi burada yənidən istifadə olunub uşaqlar. Cümləni birinci oxuyaq. Ayın 16-sında səhər, yəni dan yeri ağaranda hadisə baş verdi. Birinci təhlil edirəm. Baş verdi xəbər. Nə baş verdi hadisə? Nə zaman baş verdi? Dan yeri ağaranda uşaqlar. Dan yeri ağaranda frazemdir. Yəni səhərin açılmağını bildirir. Bunu parçalamıram. Aha. Yəni burada bu öz yerindəki bu deməli şeydir. Bağlayıcıdır. Bunu təhlil eləmirəm. Ayın 16-sında, uşaqlar bu tirə deyil ha, bu defisdə 16-sında sadəcə bunu bildirmək üçün eləmişik. Demək, ayın 16-sında nə zaman zərflik? Səhər, bu da ayrı zərflik, nə zaman? Uşaqlar, burada dan yeri ağaranda səhər sözünə aiddir ha. Çünki sual verək, bax, dan yeri ağaranda nə vaxt, nə zaman? Səhər, nə vaxt, nə zaman? Bax, görürsünüz, eyni suallara cavab verir. Əlavə aid olduğu üzvdən eyni şəkilçiləri qəbul edir. Əsasən, eyni qrammatik şəkilçiləri. Sonra, eyni suallara cavab verir. Bunlar önəmlidir. Burada uşaqlar, dan yeri ağarmaq, o deyir, dan yeri sökülür, dan yeri yenicə ağarır. Elə bir üfüqdə yavaş-yavaş hava açılır da, onu demək istəyir. Səhərin açılmağına işarə eləyir. Yəni, bu səhəri bildirir. Bu, ayın 16-sının dan yeri ağarmağına nə dəxli var? Ayın 16-sının axşamı da var, gün ortası da var. O, dan yeri ağarmaq demək deyil axı, uşaqlar. İndi baxaq. Deməli, əlavəm burada hansı hissə oldu? Dan yeri ağaranda, düz deyil. Və
Bunu buradan çıxardıram. Beynimdə elə bil bu hissəni çıxardın cümlədən. Dan yeri ağarandan çıxardın, qaldı səhər. Səhər nə zaman hadisə baş verdi? Deməli, nəyin əlavəsi imiş uşaqlar? Zərfliyin əlavəsi imiş də, zaman zərfliyinin. Ayın 16-sından əlavəsi deyil, amma bu da zaman zərfliyidir, razıyam sizlə. Zaman zərfliyi. Bu da zaman zərfliyidir. Amma uşaqlar, ayın 16-sına dəxli yoxdur bunun. Bu səhərə aiddir. Dan yeri ağaranda nə zaman? Aydındır. Sonra Ayşən sabah Füzuliyə kəndinə gedəcək. Bax, gedəcək, nə edəcək? Kim gedəcək? Ayşən. Oy, bir dəqiqə, Ayşən. Nə vaxt gedəcək? Nə vaxt gedəcək? Sabah. Zaman zərfliyi. Haraya gedəcək? Füzuliyə. Yer zərfliyi. Kəndinə, bu da yer zərfliyidir, haraya. Bu, indi cümlə üzvlərimi tapdım. İndi baxaq görək nə izah edir. Füzuliyə kəndinə. Bax, burada tren də görürəm də, düz deyil, tren var bu boyda. Çünki əlavə ilə aid olduğu üzv arasında tire işlənir. Bax, bu kəndinə hissəsi nə olur? Olur əlavə. İndi əlavə nəyə aiddir, onu tapmaq üçün bu əlavəni çıxardıram cümlədən. Cümləni bir də başdan oxuyuram. Ayşən sabah Füzuliyə gedəcək. Kəndinə yoxdur ki, Füzuliyə var. Deməli, kəndinə nə imiş? Füzuliyəni izah eləyirmiş də uşaqlar. Deməli, burada yer zərfliyinin, bu yer zərfliyidir, bunun əlavəsi işlənib. Aydındır. İndi fikir verək. Nəyə fikir verək? Aha. Baxın uşaqlar, bir məqama daha diqqətinizə çatdırım. Mən sizə bayaq nə dedim? Əlavə aid olduğu üzvdən eyni şəkilçidə olur, eyni halda olur. Bax, Füzuliyə haraya? Yönlük haldır, düz deyil. Kəndinə haraya? Yönlük haldır. Deməli, kəndinə Füzuliyənin əlavəsiymiş. Füzuliyə sözünə əlavə deyə bilməzsiniz. Əlavə uşaqlar ikinci tərəfdə olur. Birinci əsas sözüm gəlir, sonra onu əlavə sözündən izah edirəm. Əlavə həmişə ikinci tərəfdə olur. Bunu yadda saxlayın. Sonra, məqsədim oxumaq, alim olmaqdır. Bunu da təhlil eləyək. Deməli, alim olmaq bir yerdə gedir, bilirsiniz. Mürəkkəb feildir. Alim olmaqdır nədir? Xəbər. Bu belə. Nə alim olmaqdır? Məqsədim. Oxumaqdır. Burada elə bu uşaqlar dır ixtisara düşüb. İndi bunu izah eləyəcəm sizə aydın şəkildə necə olur bu. Bax, belə düşünün ki, alim olmaq, bax, burada da maqmək var uşaqlar, baxın. Burada da maqmək var, burada da maqmək var. Oxumağı izah edir də alim olmaq, düz deyil. Alim olmağa qədər olan hissəni çıxardın. Çünki əlavəm budur da. Bax, bura qədər hissəni çıxardın. Burada qaldı mı yerdə dır. Dır qalır da, düz deyil. Bax, bu dırı gətirin, qoşun bunun böyrünə. Oxumaqdır. Xəbər oldu. Məqsədim oxumaqdır. Nədir? Deməli, nəyin əlavəsiymiş? Xəbərin əlavəsiymiş. Tapıram ki, bu xəbər imiş. Və bu ikinci tərəf alim olmaqdır da əlavə imiş. Xəbərin əlavəsi imiş. Bax, bu şəkildə tapırıq. Əlavəni çıxardırıq, atırıq. Yəni, eyni şəkilçini qəbul etdiyi hissə var, bax, ora qədər. Çünki burada dır, bunda yox idi. Düz deyil, oxumaqda yox idi dır. İkinci də var idi. Bu dıra qədər hissə maq bunda da var axı. Alim olmağı tulluyuram, elə atıram. Atıram, yerdə qalır dır. Dırı qoşuram buna, tapıram ki, aha, oxumaqdır, deməli, xəbər imiş. Xəbər də sonra alim olmaqdır, izah edir. Sual yaranar ki, müəllimə, niyə elə rahat şəkildə oxumaqdır, alim olmaqdır vermirlər? Uşaqlar, şəkilçiləri təkrar istifadə eləyəndə biraz uzunçuluq yaranır, dilin o, necə deyim, o gözəlliyi pozulur bir şeyi təkrar istifadə eləyəndə. Ona görə belə ixtisara salırlar. Gəlirik buna. İrəlidəki, yəni mərkəzdəki sıxlıq onu narahat edirdi. Bax, fikir verirsiniz, həm tire ilə də əlavəni qoyuruq, həm də yəni ilə. Çünki iki formada da əlavə işlənir. Yəni, bir yəni bağlayıcısı ilə ayrıla bilir, bir də tire ilə. İndi vergül olana da aid deyəcəm. Birinci cümləni oxuyaq. İrəlidəki, yəni mərkəzdəki sıxlıq onu narahat edirdi. Xəbərimi tapıram, narahat etmək mürəkkəb feil ilə ifadə olunub, yəni. Aha. Nə onu narahat edirdi? Sıxlıq. Uşaqlar, bəzən deyirsiniz ki, mərkəzdəki sıxlıq. Başa düşdüm, mərkəzdəki sıxlıq. Amma mərkəzdəki axı hansı sualına cavab verir mənim əzizlərim? Hansı sualına cavab verirsə də bu təyindir. Bu niyə parçalanmayıb? Təyindir də. Kimi narahat edirdi? Onu. Və irəlidəki sözü də hansı sualına cavab verir? Fikir verirsiniz?
Bu da təyin olur. İndi baxaq görək əlavə hansıdır burada. Əlavə dedik ki, yəni ilə ayrılır. İndi baxın. Mərkəzdəki, irəlidəki sözünü izah etmirmi? İrəlidəki, yəni mərkəzdəki. Görürsünüz, eyni şəkilçidir ikisində də. Fikir verirsiniz. İndi mərkəzdəki sözü buradan atın. Təsəvvür edin ki, bunu buradan atdınız. Bax, atdınız bunu buradan. Nə qalır? İrəlidəki, təbii ki, mərkəzdəkini atsaz, yənini də atmalısınız da, bunu da çıxmalısınız. İrəlidəki sıxlıq onu narahat edirdi. İrəlidəki təyin oldu, deməli, mərkəzdəki bunu izah edirmiş. Aydındır. Deməli, təyinin əlavəsiymiş uşaqlar. Bax, bu şəkildə. Sonra keçirik nəyə? Aha, buna keçək. Vətəni, doğma yurdu görmək istəyir. Görmək istəyir, oldu xəbər. Haranı görmək istəyir? Yurdu. Hansı yurdu? Doğma yurdu. Əslində uşaqlar, hansı yurdu demirik. Doğma yurdu bir yerdə gedir burada. Deməli, doğma yurdu haranı? Deməli, görmək istəyir. Aha, haranı vətəni? İndi fikir verək. Uşaqlar, deməli, burada vətəni tamamlıq oldu mu? Oldu. Haranı sualına cavab verir. Və uşaqlar, vətəni ilə eyni şəkilçili söz burada hansıdır? İ ilə yurdu sözüdür. Düzdür, bunda da u var. Yurdu, vətəni. Yurdu burada əlavədir. İndi əlavə və əlavəyə qədər olan hissəni çıxıram. Bax, doğma yurdu hissəsini tulladım, atdım. Vətəni görmək istəyir. Haranı? Tamamlıq. Deməli, tamamlığın əlavəsiymiş. Və bu formada tapırsınız. Sonra, bu bir cümləyə fikir verin. Deyir, mənim əzizlərim, uşaqlar, dərs oxuyun. Bəli, mənim həmişə işlətdiyim cümlədir. Aha, burada uşaqlar, dərs oxuyun, oxuyun xəbərdir. Nə oxuyun, dərs oxuyun. Beynimdə deyirəm, nəyi oxuyun? Beynimdə artırdığım sual. Amma öz sualı nədir? Çünki nədir bu uşaqlar? Qeyri-müəyyən təsirli hal. Qeyri-müəyyən vasitəsi tamlıq deyilik, odur. İndi deyirsiniz ki, müəllimə, mənim əzizlərim, uşaqlar mübtəda olur. Bunu desəz, böyük bir səhv eləmiş olarsınız. Niyə? Mənim əzizlərim, uşaqlar, burada xitabdır. Xitab. Xitab videosunu izləyin, aydın şəkildə başa düşəsiniz nə deməkdir. Belə qısaca deyim ki, müraciət bildirir və cümlə üzvü olmur. Mənim əzizlərim, müraciət edirəm də. Aha, mənim əzizlərim kimdir? Bunu aydınlaşdırmalıyam da. Uşaqlardır mənim əzizlərim. Bu mübtəda deyil, sadəcə uşaqları demək üçün altından xətt çəkdim. Və uşaqlar da burada xitabdır. Sadəcə olaraq mənim əzizlərimi açıqlayıram. Yəni, uşaqlar sözü ilə açıqlayıram. Yəni, deyirəm ki, nəyin əlavəsidir? Xitabın əlavəsidir. Uşaqları çıxın buradan lap. Mənim əzizlərim, dərs oxuyun. Yenə xitabdır da. Mənim əzizlərim, yəni uşaqlar, dərs oxuyun. Xitabın əlavəsi. Burada əlavə olur ikinci hissə hamısında. Məsələn, burada ikinci hissə, doğma yurdu hissəsi əlavədir. Bax, bu qədər sadədir, yəni çətinlik yoxdur. Bir də uşaqlar söz birləşməsində əlavə olur. Söz birləşmələrinin əsasən aslı tərəfində. Bunu uşaqlar cümlə üzvlərindən qarışdırırlar. Gəlin buna da aydın nümunələr deyək. İndi cümlələrə fikir verək. Deyir ki, Natiqin, dostumun cavabı müəllimin xoşuna gəldi. Cümləni birinci təhlil edirik. Uşaqlar, görürəm xoşuna gəlmək frazemdir, parçalanmır. Bir də burada var müəllimin xoşuna. Müəllimin inyəli xoşu da ki, mənsubiyyətdir, düz deyil. Bu parçalanmayacaq da, deməli, üçüncü növdür. Müəllimin xoşu, xoşuna gəlməyi də bir götürürəm, frazemdir. Deməli, hamısı bir yerdə oldu, xəbər. Nə müəllimin xoşuna gəldi? Dostumun cavabı. Görürsünüz, bu da dostumun yiyəli cavabı mənsubiyyət. Yəni, üçüncü növ sayılır da. Burada dost cavabı olsaydı, o ikinci növ olardı. Dostun cavabı kimi başında bərpa edirdin. Amma burada yiyəlik var axı. Bu olur üçüncü növ. Deməli, dostumun cavabı oldu mübtəda. İndi natiqin hissəsi bilməliyik ki, bu nə olan şeydir? Uşaqlar, gəlin aydınlaşdıraq, diqqətlə qulaq asın, dinləyin ki, bunları ayırt etməyi bacarasınız. Bax, natiqinlə eyni şəkilçini qəbul edən hansı sözdür? İkinci tərəfdə fikir verin. Və buradakı in şəkilçisi ilə hansı sözdür? Dostumun sözüdür, düz deyil. Dostumun ın şəkilçisi var ya, uşaqlar, budur da ın. Bunun in forması, burada da un formasıdır. Bu belə. Deməli. Bax, deməli, natiqin hissəsini dostumun hissəsi izah edir, aydındır. Deməli, dostumun burada olur mənim əlavəm.
Əlavəmdir. Əlavəmi tapdım. İndi əlavə nəyə aiddir, onu tapmalıyam. Bunu tapmaq üçün mən sizə nə öyrətmişdim? Dedim, bu əlavə olan hissəni buradan çıxardın. Elə bir dostumun hissəsini mən buradan çıxartdım. Nə qaldı? Natiqini bərpa edirəm. Natiqin cavabı qaldı. Düz deyil, bax belə olur. Natiqin cavabı. Natiqin cavabı üçüncü növdür, düz deyil. Yəni ismi birləşmədir. Çünki cavab sözü isimdir. İkinci tərəf, əsas tərəf adlarla ifadə olunanda bu ismi birləşmə olur. İndi natiqin hissəsini izah eləmir uşaqlar dostumun sözü. Hə? İzah edir. Deməli, natiqin cavabı mənim əslində birləşməm imiş. Sadəcə bu birləşmənin aslı tərəfi natiqin sözünü dostumun sözü izah edir. Yəni birləşmənin aslı tərəfinin, aslı tərəf bu olur, bunun əlavəsidir. Əlavə də budur. Aydındır. Bax, burada artıq cümlə üzvünün əlavəsi demirik. Niyə demirik? Onu da aydınlaşdıraq. Deyərsiniz ki, natiqin mübtədanın əlavəsidir. Çünki dostumun cavabı mübtədadır. Xeyr, mənim əzizlərim, xeyr. Niyə? Çünki, bax, deyək ki, məsələn, dostumunu buradan atdınız, natiqin cavabı mübtəda oldu. Axı, burada uşaqlar təkcə natiqin özü mübtəda ola bilmir. Axı, natiqin cavabı sözünə qoşulur, bax, buna qoşulur. Bir yerdə mübtəda olurlar. Sən mübtədanın əlavəsi desən bu dostumun sözünə, gərək bu cavabı sözünə də aid ol. Axı, burada cavabının altından da mən düz xətt çəkmişəm. Bu da mübtədadır. Yəni, əlavə olsa buna da aid olmalıdır. İkisinə bir yerdə aid olmalıdır. Çünki natiqin tək başına mübtəda deyil. Cavabı ilə birləşir, elə mübtəda olur. Və dostumun sözü təkcə natiqin hissəsinə aiddir. Aydındır. Bax, sizə belə bir rahat da bir yol deyim, deməli. Rahat yolumuz nə ola bilər uşaqlar? Deməli. Bax, natiqin cavabı, bax, burada dostumun sözünü çıxardanda. Natiqi gətirirsən və yanına başqa bir söz qoşulur da avtomatik. Avtomatik burada bilin ki, bu söz birləşməsinin birinci tərəfinin əlavəsidir. Çünki mübtədanın əlavəsi olsa, baxın, bu formada olacaq. Məsələn, bir cümlə yazın. Məsələn, bax, bu şəkildə yazıram. Natiq, dostum, bizə gəldi. Məsələn, bax, bu cümlə belə olsa, burada avtomatik gəldi xəbər, hara gəldi bizə, yəni bizim evə. Kim gəldi? Dostum, Natiq. Bax, burada artıq deyəcəm mübtədanın əlavəsi. Niyə? Çünki burada dostumu atsam, Natiq bizə gəldi. Natiqi gətirirəm, qoyuram, hansısa bir sözə birləşdirmirəm. Yəni, söz birləşməsinin hansısa bir tərəfi olmur. Dostum yoxdur, qutardı, Natiqi gətirdim, qoydum. Bu mübtədanın əlavəsidir. Çünki Natiq mübtədadır, dostum da burada əlavədir. Amma bu cümlədə uşaqlar, natiqin, dostumun cavabı müəllimin xoşuna gəldi, bu hissədə. Burada dostumunu atanda natiqini gətirib cavabı ilə birləşdirirsiniz. Yəni, söz birləşməsi yaranır yenə. Ona görə deyirik, birləşmənin birinci tərəfi natiqindir, bunun da əlavəsi dostumundur. Aydındır. İndi ikinci cümləyə baxaq. Deyir ki, qonaqlar, yəni sinif yoldaşlarım gələndə köhnə xatirələr yada düşdü. İndi baxaq. Yada düşmək frazemdir. Nə yada düşdü xatirələr? Necə xatirələr, köhnə xatirələr? Həmişə birinci cümləni oxumaq lazımdır. Deməli, uşaqlar, bax, qonaqları mübtəda götürərsiniz birdən, çaşarsınız. Kim, qonaqlar, nə edəndə, gələndə. Heç vaxt, uşaqlar, ümumiyyətlə, anda əndə heç vaxt nə edəndə sualına cavab vermir. Feili bağlama şəkilçisidir. Feili bağlama da demişik ki, cümlədə nə olur? Zərfli olur. Zərfli olur. Və indi bir yerdə sual verirəm. Birinci hələ tirədən sonraki hissəyə baxıram. Sinif yoldaşlarım gələndə, nə zaman? Gələndəni tək başına götürənmərəm uşaqlar. Çünki bağlamadır, bu tək başına bağlamadır və ətrafına söz yığıb sinif yoldaşlarım. Sinif yoldaşlarım gələndə feili bağlama tərkibi olur. Aydındır? Tərkib olur, yəni feili birləşmə. Bunu bütöv götürürəm. İndi baxın. Qonaqlar, burada qonaqlar hissəsini izah edən hansı sözdür uşaqlar? Sinif yoldaşlarım, düz deyil. İndi bu sinif yoldaşlarımı buradan atıram. Qonaqları gətirib qoyuram sinif yoldaşlarımın yerinə. Qonaqlar gələndə köhnə xatirələr yada düşdü. Qonaqlar gələndə belə olmur uşaqlar, baxın. Qonaqlar gələndə. Nə zaman? Zərfli olmur, olur. Və qonaqlar gələndə feili birləşmə deyilmi? Əsas tərəfində anda əndə var, feili bağlama var və qonaqlar sözü ilə söz birləşməsi yaradıb da feili birləşmədir.
Bu feili birləşmənin birinci tərəfi qonaqlardır, ikinci tərəfi gələndədir. Yəni aslı tərəfi qonaqlar, əsas tərəfi gələndə. Burada sinif yoldaşlarım sözü birinci tərəfin izahı deyilmi? Qonaqların izahı deyilmi? Deməli qonaqlar gələndə əslində mənim birləşməm imiş uşaqlar. Mənim feili birləşməm imiş. Sadəcə bu feili birləşmənin birinci tərəfini sinif yoldaşlarım sözü izah edirmiş. Aydındır? Bax, mənim birləşməm buymuş, bütöv. Bu birinci tərəfdə qonaqlardır. Bunu sinif yoldaşlarım izah edir. Ona görə deyirik ki, əlavə, yəni burada sinif yoldaşlarım əlavə hara aiddir? Feili birləşmənin aslı tərəfi. Belə də yaza bilər və yaxud yazar ki, feili bağlama tərkibinin aslı tərəfi. Eyni şeydir. Buna aiddir. İndi baxaq digər cümləyə. Deyir, mən burada Azərin yanındayım. Cümləni birinci net olaraq təhlil eləmək lazımdır ki, çaşqınlıq yaranmasın. Bax, Azərin yanındayam. Azərin yanı üçüncü növdür, parçalanmır. Am əmrli şəxs olduğu dadədə yerli aldı bilirsiniz. Azərin yanındayım, haradayam. Harada zərflikdir, amma yam qoyuram, bura sonluq qoyuram. Bu artıq xəbərdir. İsmi xəbər. Azərin yanındayım. Kim? Mən. Mübtədamı da tapdım. Burada, uşaqlar, deyərsiniz ki, müəllimə, zərfliyin əlavəsidir. Burada harada sualına cavab verir. Birdən belə eləyərsiniz. Qətiyyən. Niyə? Bax, Azərin yanında fikir verin. Da şəkilçisi yerli hal, burada da da şəkilçisi yerli hal. Mən sizə dedim axı, əlavə ilə ona aid olduğu söz həmişə eyni şəkilçidə olurlar. Eyni halda olurlar. Burada yerli hal, yanında yerli hal. Bax, Azərin yanında hissəsi avtomatik mənim əlavəmdir. Bunu buradan çıxardıram. Azərin yanında, sırf yanında hissəsi var. Bax, bura qədər çıxart. Am hissəsini saxla. Burada nə olur? Burada yam. Deməli, yam hissəsini gətirib qoyursan buradanın üstünə. Burada yam oldu mu? Xəbər oldu mu? Deməli, Azərin yanındayım xəbərin əlavəsiymiş. Zaten siz uşaqlar Azərin yanındayım hissəsini tapırsınız ya, onun xəbər olduğunu, söz yox. Biz niyə burada əlavəni çıxardırıq? Ona görə çıxardırıq ki, siz çaşbaş qalmayasınız ki, bu əlavə özündən qabaq gələn hansı üzvdür ki, ona aiddir. Bax, burada, məsələn, Azərin yanındayım hissəsini çıxartmasaz, bu yanında hissəsini. Elə biləsiniz ki, zərfliyin əlavəsidir. Çünki burada harada sualına cavab verəsiniz. Xeyr. Burada yam, burada am hissəsi ixtisara düşüb. Xəbərin əlavəsidir. Məsələn, bir nümunə daha deyim sizə. Məşhur nümunəmdir, həmişə verirəm bunu. Ev aşağıda, kəndin kənarında idi. Bax, fikir verin. Kəndin kənarında, üçüncü növdür. İdi də qoşulduğu sözlə bir yerdə cümlənin bir üzvü olur. Kəndin kənarında idi, haradaydı? Nə ev? İndi bax, eyni situasiyadır da, eyni vəziyyətdə. Aşağıda, harada? Normalda aşağıda, harada sualına cavab verir. İndi burada nəyə fikir verməlisiniz? Da burada da var, burada da var. Deməli, daya qədər olan hissələri çıxardıram. İdi qaldı mı? İdini gətir qoş aşağıdaya. İdini gətir qoş bunun yanına. Aşağıda idi. Aşağıda idi xəbər olur. Olur, niyə olmasın? Çünki idi ilə imiş qoşulduğu sözlə bir yerdə cümlənin xəbəri olur. Aşağıda idi xəbər, deməli, kəndin kənarında idi, xəbərin əlavəsiymiş. Və əlavə aid olduğu üzvlə eyni cümlə üzvü vəzifəsində olur. Bunu da unutmayın uşaqlar. Yəni, əlavə ilə bağlı ən önəmli məqamlar bunlardır. Yenə də bir sualınız, sorğunuz, nəsə bir problem olsa, mütləq ki, rəy bölməsində qeyd eləyərsiniz. Mən sizə izah eləyəcəm, geri dönüş edəcəm. Bir də uşaqlar, buradan bir şey göstərim sizə deməli. Bax, yəni bağlayıcısından istifadə eləyəndə fikir verin, bu cümləyə fikir verin. Və irəlidəki, yəni mərkəzdəki sıxlıq onu narahat edirdi. Bax, yəni bağlayıcısından istifadə edirəmsə, bağlayıcıdan qabaq vergül qoyacam, sonra yox. Bax, bu məqamlara da fikir verin mütləq. Açar sözümüz mədəniyyət. Gəldik həmcins üzvlər uşaqlar. Həmcins üzvlər nələrə deyilir? Həmcins üzvlər eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabər hüquqlu üzvlərdir. Həmcins üzvlər. Mən sizə deyirdim, mütləq ki, sadalama olmalıdır.
Bax, o da həmcinsüv, sadalanmalıdır. Xarakterik xüsusiyyəti budur ki, məsələn, həmcinsivlər eyni cümlə üzvü olurlar, eyni bir üzvlə bağlı olurlar. İndi onu izah edəcəm nə deməkdir. Bir-birləri ilə tabeçilik əlaqəsində olur. Çünki sadalanma tabeçilik əlaqəsi deməkdir. Bərabər hüquqlu olurlar, yəni sadalanırsa deməli bir-birinin asılı deyil də. Və hansı sözdən asılıdırsa, həmcins üzvlər, yəni o sadalananların hamısı eyni sözdən asılı olur. İndi bunlara baxaq bir-bir, nümunə deyim. Və bütün cümlə üzvləri həmcins ola bilirlər. Hərəsinə gəlin bir nümunə deyim, sizin üçün aydın olacaq. İndi fikir verin burada. Köhnə qəzetlər, tor basmış kitablar can sıxıcı görünür. Təhlil edirəm. Görünür nədir? Nə? Qəzetlər, kitablar. Çünki məndə uşaqlar nə sualına cavab verirəm, burada bu saat nədir? Qəzetlərlə kitablar. Necə kitablar, məsələn, tor basmış, necə qəzetlər, köhnə. Uşaqlar, burada qəzetlərlə kitablar görürsüz sadalanır. Fikir verin. Hər ikisini, yəni hər ikisi görünür də. Və biz həmcins sözlərlə bağlı ən önəmli məsələ nə dedik? Dedik, eyni üzvə aid olurlar. Eyni üzv deyəndə uşaqlar, başınız qarışmasın. Burada nəzərdə tutmuram köhnə və tor basmış. O dəqiqə onu düşünməyin ki, yox, qəzetlər köhnəyə aiddir, tor basmış kitablar xeyr. Burada köhnə sözü qəzetlərə aiddir, tor basmış kitablara aiddir. Aydındır? Bu buna aiddir. Aslı əsas tərəfdəyirik və ona görə aslı əsasa aid olur, əsas aslıya yox. Burada qəzetlərlə kitablar görünürə aiddir uşaqlar. Aydındır? Yəni hər ikisi görünür sözü ilə bağlıdır. Və burada bir məqamı diqqətinizdə saxlayın ki, köhnə ilə tor basmış heç vaxt sadalanan kimi götürülə bilməz. Çünki köhnəyə aiddir başqa söz, tor basmışa aiddir başqa söz. Amma qəzet və kitablar hər ikisi görünür sözünə aiddir. Görünür qəzetlər, görünür kitablar. Ona görə bunlar həmcins mübtədalar sayılır. Necə görünür can sıxıcı? İndi baxaq buna. Xəzangül övladını qoruya bilmədi və erməni tərəfindən öldürüldü. Deməli, öldürüldü, bunu bununla deyək, bilinsin. Öldürüldü, nə edildi? Qoruya bilmədi. Bunu eləyənlər kimdir? Yəni qoruya bilməyən kimdir? Xəzangül. Öldürülən də Xəzangüldür. Hər iki xəbər eyni mübtədaya aiddir. Görürsüz? Deməli həmcins xəbərlərdir də. Kimi övladını qoruya bilmədi və erməni tərəfindən kim tərəfindən öldürüldü. Uşaqlar, tamamlıqlar həmcins deyil. Çünki bu tamamlıq bu xəbərə aiddir. Bu tamamlıq bu xəbərə aiddir. Amma bu hər iki xəbər eyni mübtədaya aiddir. Ona görə xəbərlərim həmcinsdir, amma tamamlıqlarım yox. Eyni mübtədaya aiddir. Sonra, oxumaq insanın zəkasını da, biliyini də artırar. Baxaq, artırır nə edir? Nə oxumaq? İnsanın zəkasını nəyi? Biliyini nəyi? Uşaqlar, bax, ikisi də tamamlıqdır. Sadalanırmı? Bəli, buna deyirik həmcins tamamlıqlar. Nəyi? İnsanın zəkasını, nəyi? Biliyini. Görürsünüz? Həmcins tamamlıqdır bu. Sonra, usta şkaf və stul düzəltdi. Düzəltdi nə etdi? Kim usta? Uşaqlar, bunun sualı bəli, nədir? Nə düzəltdi stul, nə düzəltdi şkaf? Amma beynimizdə nə deyirik buna? Şkafı düzəltdi, yəni nəyi düzəltdi? Burada da nəyi düzəltdi? Beynimdə bu sualları verirəm ki, tapım ki, bu təsirli halda tamamlıqdır. Amma öz sualı nədir? Çünki şəkilçi yoxdur. İndi tamamlıq deyə qırıq-qırıq xəttini çəkəcəm. Sadalanır da uşaqlar. Şkaf, stul düzəltdi. Yadınızda saxlayın. Həmcins üzvlər bir və bağlayıcısı ilə, bir də vergüllə əlaqələnə bilir. Yəni, əgər vergül qoymursa və bağlayıcısından istifadə edə bilər. Və yaxud burada vənin yerinə mən vəni silərəm, vergül də qoyaram. Yəni, bu da ola bilər. Heç bir problem yoxdur. Diqqətli olun bu baxımdan. Sonra baxaq bu cümləyə. Mənim şagirdlərim, bayaqki cümlənin dedikdə həmcins tamamlıqları idi. Burada mənim şagirdlərim ağıllı, çalışqan, oxuyan uşaqlardır. Baxıram, uşaqlardır. Kimdir? Kim? Mənim şagirdlərim. Mənimi ayrı götürənməli ya da şagirdlərimi ayrı götürənməli. Böyük səhv olar. Bu söz birləşməsidir. Parçalamayacağım. Üçüncü növ. Deməli, necə uşaqlardır? Ağıllı, necə çalışqan, necə oxuyan. Görürsünüz? Üçü də təyindir, sadalanır, ağıllı, çalışqan oxuyan. Deməli, həmcins təyindir. Həmcins təyinlər var burada.
Və yaxud ağıllı çalışqan axırda bura bir dənə də və yazardı. Və oxuyan uşaqlardır. Fərqi yoxdur. Yenə həmcins təyin olur. Problem yoxdur. Sonra əvvəl evə, sonra şəhərə gedəcəm. Baxaq, gedəcəyəm xəbər. Nə zaman əvvəl, nə zaman sonra. Tamam. Əvvəl, sonra bunlar həmcins deyil. Çünki uşaqlar əvvəl deməli əvvəl evə, sonra şəhərə gedəcəyəm. Əslində uşaqlar, burada əvvəl də sonra da bunlar da həmcins hesab olunur. Çünki axı biz bayaq bir şey dedik. Dedik ki, eyni üzvlərlə bağlı olmalıdır. Əvvəl gedəcəyəm, sonra gedəcəyəm. Həmcins zaman zərfliklərdir. Bir də deyir ki, evə gedəcəyəm, haraya yer zərfliyi, şəhərə haraya yer zərfliyi. Həmcins bir də yer zərflikləri var. Yəni sadalama var da uşaqlar. Sadalama yan-yana gəlmək deyil təkcə. Eyni üzvlə bağlıdır. Yəni əvvəl gedəcəyəmlə bağlıdır. Sonra gedəcəyəmlə bağlıdır. Yəni zaman bildirir. Evə, şəhərə gedəcəyəm. Həmcinslikdir bu. Sonra gəlirəm nəyə? Tural işini peşəkarcasına və gözəl yerinə yetirir. Yerinə yetirmək xəbərdir. Kim? Tural. Nəyi? İşini. Necə? Peşəkarcasına. Nə tərzdə? Və gözəl necə? Xəbərə aiddir deyə, hərəkətə aiddir deyə zərfliyi götürürük. Və uşaqlar, bax görürsünüz, nədir burada? Peşəkarcasına, gözəl yerinə yetirir. Hər ikisi yerinə yetirməyə aiddir. Bəli. Deməli, zərfliklər sadalanır. Yəni sadəcə burada vergül yox, onun yerinə və qoyub. Yəni belə bir məsələ var. Gördüyünüz kimi zərfliyi tapdıq, sonra təyinə baxdıq, tamamlığa da, sonra nəyə baxdıq? Xəbərin mübtədanın da, yəni həmcinsliyini biz sizlə qeyd etdik. Yəni həmcins bu deməkdir. Sadalanma deməkdir. Bir də uşaqlar, bir məqamı diqqətinizə çatdırıram, həmcinsliyi ilə bağlı çox düşür. Söz birləşməsinin aslı və əsas tərəfləri həmcins ola bilir, amma nə vaxt cümlə üzvü həmcins olur? Buna baxaq. Bax, kitabdan bir nümunə deyəcəm. Deyir ki, mənim kitabım və dəftərim stolun üstündədir. Baxaq buna. Üstündədir. Bir bu cümlə, bir də bu bir cümləni də yazım. Bunu da yazım elə. Deyir ki, Əhmədin və Əlinin məsələn evi, məsələn harda deyil, evi şəhərdədir, misal üçün. Şəhərdədir, qısa olsun. İndi təhlil eləyək. Birinci cümləyə baxaq. Stolun üstündədir, üçüncü növdə parçalamıram. Nə? Mənim kitabım və dəftərim. Uşaqlar, burada kitabım və dəftərim, görürsünüz ki, deməli, söz birləşməsinin ikinci tərəfinə aiddir. Kitabım ikinci tərəfdə, əsas tərəf, bu da ikinci tərəfdir. Gördüyünüz kimi, əsas tərəfləri həmcinsdir. Və burada həmcins mübtədalar işlənib hesab edəcəyik. Niyə? Bax, mənim kitabımın altından düz xətt çəkirəm, dəftərimin altından düz xətt çəkirəm, mübtədadır. Yəni sadalanır, ayrı-ayrı mübtədadır. Amma ikinci cümləyə baxın. Əhmədin və Əlinin evi şəhərdədir. Şəhərdədir xəbər. Nə şəhərdədir? Əlinin və Əhmədin evi. Burada görsəz, fikir versəz, Əhməd və Əliyə aiddir də ev. Yəni ikisinin də evindən söhbət gedir, daha doğrusu belə desək. Burada Əlinin evi söz birləşməsinin birinci tərəfidir. Əhmədin evi də birinci tərəfdir. Birləşmənin birinci tərəfidir. Aslı tərəflər həmcinsdir. Amma burada həmcins üzv yoxdur. Bax, burada yoxdur. Burada var, burada okey, burada var. Amma burada yoxdur. Niyə? Əhmədin altından mən düz xətt çəkə bilmərəm. Axı uşaqlar, Əhmədin və Əlinin evi bir yerdə olacaq mübtəda. Bir yerdə oldu mübtəda. İndi deyəsiniz ki, və niyə mübtəda? Vəni burada indi saymırıq da. Elə bir və bağlayıcı olsa da Əhmədin və Əlinin evi üçüncü növdür. Parçalaya bilmərəm. Ona görə elə düşünürük ki, Əhmədin evinin ortasına söz girib də. Üçüncü növün arasına söz girib. Bu mübtədadır. Bir dənə mübtədadır. İki mübtəda deyil ki, deməli bu həmcins üzv hesab olunmur. Amma həmcinslik var. Məsələn, tabeçlik əlaqəsi var. Çünki Əhmədin və Əlinin hissəsi sadalanır. Tabeçlik əlaqəsinin olduğunu götürəcəyik. Bax, həmcinslik bu deməkdir.
Bir də həmcinsivlərdə ixtisara düşmə məsələsi var. Onu da diqqətinizə çatdırım. Həmcinsivlərdə baxın, cəm şəkilçisi ixtisar ola bilər, hal şəkilçisi ixtisar ola bilər, şəxs şəkilçiləri, bir də qoşmalar ixtisar ola bilər. Məsələn, deyirəm ki, misal üçün, yarış sənin, məsələn, sənin yazmayaq, sən və məktəb üçün, bir dəqiqə, daha doğrusu bu cümləni dəyişək, başqa bir şey yazıq, bir dəqiqə. Məsələn, yazaq ki, ana, oğlu və qızı üçün dadlı xörək bişirdi. Fikir verin. Bax, bişirdi, nə etdi? Xəbər oldu. Kim bişirdi? Ana. Necə? Dadlı, nəyi? Xörəyi. Tamamlıqdır, çünki başımızda artırırıq xörəyi. Kim üçün? Oğlu üçün, qızı üçün. Bax, kim üçün tamamlıq? Oğlu üçün, bax uşaqlar. Oğlu üçün, qızı üçün. Burada aslı tərəflər həmcins olur da, oğlu və qızı üçün. Sadəcə olaraq burada məsələ nədir? Üçün sözü ixtisar olunub. Birinci həmcinsivin yanından ixtisara salıb. Verməyib ki, söz təkrarlığı olmasın da. Sözün o gözəlliyi, cümlənin gözəlliyi pozulmasın. Nitqin gözəlliyini pozmamaq üçün üçün sözün təkrarlamayıb ikinci tərəfdə verib. Yəni burada həm oğluya aiddir, həm qızıya aiddir. İkisinə də aiddir. Sadəcə ixtisara düşüb. Qoşmanın ixtisara düşməsi bu deməkdir. Sonra, məsələn, şəxs şəkilçisi də ola bilər. Məsələn, mən yazır və oxuyuram. Baxın, oxuyuram. Görürsünüz, yazıram, oxuyuram. Sadəcə am sözün burada ixtisara salıb da, am, yəni şəxs sonluğu, birinci şəxsin təki. Yəni, şəxs sonluğu ixtisara düşə bilir. Biz hardan tapırıq bunu, ixtisara düşənin nə olduğunu? Həmcinsivlərdən sonuncuya baxırıq. Həmişə sonuncunun yanında hansı, nə bilim, qoşma varsa, hansı deyək ki, şəkilçi varsa, qoşulubsa ona, bilin ki, əvvəlkilərdə yoxdursa, ixtisara düşən odur. Bax, burada am şəkilçisi sonuncuda var. Oxuyuramdan yazıram, çünki bunlar həmcins xəbərlərdir. Burada ixtisara düşüb, yəni burada var, artıq yazır sözündən ixtisara düşüb bu. Sonra, məsələn, hal şəkilçiləri də ola bilər. Məsələn, deyirəm ki, məsələn, belə yazaq da, ev, maşın və iş yerləri, məsələn, satıldı. Misal üçün, bax. Burada ikisini birdən yazdım. Satıldı xəbərdir. Nə satıldı? Ev, evləri, maşınları və iş yerləri onların. Çünki burada lər, bir də i var, mənsubiyyət. Görürsünüz, evləri, maşınları. Hardan tapdım ları sözünün ixtisara düşdüyün, ları daha doğrusu bu şəkilçinin? Sonuncuya baxdım. Sadalananlardan sonuncusu budur. Və görürəm ki, yer, lər var, bir də i var. Deməli, burada çatışmır. Lar, i, lər, i. Oradan tapıram ki, cəmlə mənsubiyyət ixtisara düşüb. Yəni, bu da hal deyil, mənsubiyyətdə. Onların evləri, onların maşınları. Yəni, bu formada idim işdə ixtisar ola bilər. Məsələn, görmüş və yazmışdı. Məsələn, bax, görmüş bu zamandır, yazmış zamandır. Burada d idi də artıq. Görmüşdü və yazmışdı. D burada ixtisara düşüb. Aydındır, idi hissəcik. Zaman heç vaxt ixtisar olmur. Zaman, deməli, ixtisar olmur. Bunu yadınızda saxlayın. Heç vaxt. Bu da belə. Bir də uşaqlar, ümumiləşdirici sözlər var ki, belə qısa yazım. Ümumiləşdirici sözlər həmcinsivlərin hamısına aid olan və onların mənasını ümumiləşdirən cümlə üzvüdür. Və həmcinsivlərlə eyni qrammatik formada olur. Yəni, eyni şəkilçilər, eyni suallarda olurlar. Məsələn, deyirəm ki, arvad, və yox, deyək, kişi, qoca,
Mesela uşaq. Hamı buradaydı. İndi baxaq. Deməli, buradaydı xəbər. Kim buradaydı? Hamı. Arvad, kişi, qoca, uşaq. Bax, birdən çaşıb hamını deyirsiniz ki, əlavədir. Bayaq əlavədə də dedik axı, tirə ilə ayrılır. Qətiyyən bu əlavə deyil uşaqlar. Bu ümumiləşdiricidir. Çünki bax, arvad, kişi, qoca, uşaq sadalanır. Bunların hamısını ümumiləşdirir, hamı sözdür. Yəni demək istəyir, hamı burdadır. Bu əlavə deyil uşaqlar. Bu artıq ümumiləşdirici sözdür. Və ümumiləşdirici söz həm cünsüvlərdən həm əvvəl, həm də sonra gələ bilir. Bax, burada sonra gəlib görürsüz. Əvvəldə gələndə özündən sonra qoşa nöqtə qoyulur. Sonrada gələndə adətən bax gördüyünüz bax bu tirə işarəsi qoyulur. İndi əvvəldə gələnə də bir nümunə deyək. Misal üçün deyirəm ki, misal üçün nə deyək? Deyir ki, o hamıdan sən belə deyək. Məsələn, kimdən deyək? Eyni tip oldu, amma neynəyək? Belə yazaq. Məsələn, ya da cümləni dəyişirəm bir dəqiqə. Hamını, yəni ailəsi, dostları, sonra kim deyək? Ailəsi, dostları, yoldaşları, belə deyək, hamını, ailəsini, dostlarını, yoldaşlarını çağırıb. İndi baxın. Oy, bir dəqiqə. Bir dəqiqə. Aha. Deməli, ailəsi, dostları, yoldaşlarını çağırıb. Təhlil edirəm. Çağırıb nə edib? Kim o? Hamını. Görürsüz, hamı burada ümumiləşdirir. Nəyi? Yəni ailəsini, dostlarını, yoldaşlarını. Ailəsini kimi, dostlarını kimi, yoldaşlarını kimi. Hardan bildim ailəsini olduğunu? Çünki sonuncu həmcinsüzlüyə baxın. Burada n var. N hissəsi ixtisara düşüb bunlarda. Deməli, təsirli hal şəkilçisi ixtisara düşüb və bunlar həmcinsdir, həmcins tamamlıqlardır. Bunları ümumiləşdirir hamının sözü və hamının sözü də tamamlıq olur. Dedik axı, ümumiləşdirici sözlə həmcinsüzlər eyni cümlə üzvü vəzifəsində olurlar. Deməli, açar sözümüz qələm. Aha. Buradan da uşaqlar, məsələ budur. Əvvəldə gələndə gördüyünüz kimi qoşa nöqtə, sonrada gələndə də bayaq gördüyünüz kimi tirə ilə ayrılır. Bir də bir forması da var ki, necə ola bilər? Bir sözlə kimi ara sözündən istifadə oluna bilər. Bax, belə olur. Deyirəm ki, məsələn, kənd, meşə, dərə, bir sözlə, deməli, hər yer ağarıb. Bax, bu cümlədə uşaqlar, ümumiləşdirici söz hansıdır? Çox vaxt uşaqlar səhvən gedir, götürür bir sözləni. Uşaqlar, bir sözlə bizim ara sözümüzdür. Ara sözdür bu. Kənd, meşə, dərə. Həmcins mübtədalardır. Hara, ağarıb nə edib? Bunları ümumiləşdirən hansı sözdür? Hər yer sözüdür uşaqlar. Hər yer burada ümumiləşdirici sözdür və bu da mübtəda olur. Gördüyünüz ki, amma bir sözlə burada ara sözdür və bu işlənəndə özündən qabaq tire, sonra da qoyulur vergül. Bu qədər sadə. Həmcins sözlər, ümumiləşdirici sözlər və əlavələrdən bu qədər. Nəsə bir sorğunuz, sualınız olarsa, mütləq ki, rəy bölməsində qeyd etməyi unutmayın. Hələlik Allaha əmanət olun. Sağ olun.